Xoş gördük. Zümrüdlə addım-addım yenə sizi salamlayır. Bu dəfə hamımızın həyatında olan insanlardan danışacağıq. Həmişə əziyyət çəkən və bu əziyyətində özündən başqa hamını günahkar görən insanlardan. Görək bunların belə vəziyyəti, bu ruh halı niyə bizi həmişə təəccübləndirir? Bütün bu suallara və digər suallara cavab tapmaq üçün tək deyiləm. Studiyamızın qonağı psixoterapevt Fəhmin Haqverdiyevdir. Xoş gəlmisiniz. Xoş gördünüz xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Kifayət qədər maraqlı mövzudur. Aktual mövzudur bu dediyiniz şeylər. Ümid edirəm bu haqda maraqlı söhbətimiz olur. Mən də ümid edirəm, çünki belə adamlar hamımızın rastlaşdığımız insanlardır. Hələ biz elə cəmiyyətdə yaşayırıq ki, hamı fədakarlığı ilə öyünür. Mən çox suallarım var. Birinci gəlin ən başa qaydaq. Ümumiyyətlə, qurban psixologiyası nədir? Kimləri qurban psixologiyasında olanlar, kimləri belə deyim ki, fədakarlar, kimləri isə zəhmətkeş, doğrudan da əzilən insanlar adlandıra bilirik? Ümumiyyətlə, bu qurban məsələsi hər şey olduğu kimi həqiqisi var, saxtası var. Bu qurban psixologiyası dediyimiz məsələdə daha çox belə biraz ictimai fikirlər var ki, bunlar artıq belə tanınır. Amma biz ona psixiatr olaraq, terapistlər olaraq başqa adlar da verə bilərik. Həqiqi qurbanlar var, yəni nəsə başına gəlib, məsələn, travma yaşamış insanları düşünək. Bir də belə bir şey yaşadığına da konkret fakt yoxdur, amma eləymiş kimi davranır. Qurban psixologiyası dediyimiz nüansda şəxs hər hansı bir hadisədə özünü haqlı olsun ya da olmasın, avtomatik olaraq zərər çəkmiş, zərər görən, yəni türkçədə buna kader qurbanı deyirlər də, yəni sanki bütün dünya birləşib onun əleyhinə çalışır və onu uduzdurmaq üçün işbirliyi eləyibmiş kimi bir qənaətə gəlir. Yəni belə yaratdığı imaj odur ki, mən yaşananlar qarşısında çarəsizəm, gücüm yoxdur, bunlar həmişə mənim başıma gəlir. Gedib eyni problemli adamları tapıran məsələ münasibətlər desək və yaxud da ki, vəziyyət elə gətirir ki, o situasiyada hər zaman mən zərər çəkirəm. Yəni, iş yerində hamı yüksəlir, bir tək mənim maaşımı artırmırlar. Yəni, ondan iş yerinə gedib, onda da belə olur. Və səbəb olaraq rasional olmayacaq şeylər gündəmə gəlir. Bu işin, bu dediyimiz qurban psixologiyası, yəni dırnaq içində deyək də qurban psixologiyası. Çünki həqiqi qurban psixologiyası da var. Yəni bir insan bir şeyə məruz qalıb və onun nəticəsində, travma sonrasında o günə qədər olmayan şəxs başqa cürə davranır. Deməli, müəyyən vaxtdan sonra özünü belə halda hiss edən insan həqiqi qurban psixologiyasının nümayəndəsidir. Müəyyən bir hadisədən sonra, yəni konkret bir hadisədən. Bir yaşdan sonra, bir hadisədən sonra, başına gələn bir hadisə. Ola bilər, ekonomik kriz ola bilər, savaş ola bilər, cinsel olaraq istismar ola bilər, nə bilim, ağır bir itki ola bilər. Bunların hamısı, yəni konkret bir şey var, öncəsi və sonrası var. Baxırsınız ki, əvvəlki funksionallığı ilə, əvvəlki həyata yanaşması ilə, əvvəlki problemi həll eləməsi ilə sonraki eyni şey deyil. Amma elə ömür boyu, belə deyim, 7-dən 70-ə qədər həmişə əzilən mənəm, fədakar mənəm, mənə təkan verən olsaydı haralardaydım, təkan verən olmadı, ayağımın altını qazıyırlar deyənlər isə bu bizə özünü o cür göstərənlərdir. Bundan danışacaq hər halda. Bəli. Qurban psixologiyası dediyimiz şeydə bir xarakter xüsusiyyəti var. Yəni konkret bir hadisə bir yoxdur, amma bir xarakter xüsusiyyəti olaraq dünyaya bir baxışdır bu. Bir gözlük də elə deyil. Yəni düşünün ki, bir qara gözlüklə baxırsınız dünyaya, melankoli də bunun bir növüdür, mazoxizm də bunun başqa növləridir və o gözlüyü çıxartmaq ağlınıza gəlmir. Amma hamı deyirsiniz ki, işıqları niyə yandırmışsınız? Sən çıxart gözlüyümü. Yəni qaranlıq edir, işığı biriniz tapın yandırın, amma yəni gözlük qaranlıqdır. Bir məşhur bir söz var. Öz pəncərəni kirini silincəyə qədər dünya sənə kirli görsənəcək. Kirli görünəcək. Dünya baxır, deyir, kirlidir, orada palçıqdır, burada zibildir. Oradakı şüşəni təmizləmək lazımdır. Doktor, buna aydınlıq gətirmək istəyirəm, heç kimə qaranlıq qalmasın. Belə insanlar həm də başqaları o eynəyi mənə geyindirib deyənlərdirmi? Yəni, bu da bunun bir nüansı ola bilər. Yəni, mənim belə olmağımın səbəbi filan kəslərdir. Başqalarıdır. Məsələn, çox konkret nümunələrlə gedək, biraz anlaşılır olsun. Məsələn, ailədən götürsək, atam belə idi deyə mən belə oldum.
anam belə idi deyə mən belə oldum. Yaxud da ki, uşaq vaxtı məni belə böyüdüblər deyə, nə bilim, məni sevməyiblər deyə belə olmuşam. Biz terapiyalarda bunları çox sıx görürük. Ailəni günahlandırır. Gəlin elə ondan davam Bir gün, edək. 2 gün, 3 gün, 4 gün, 5 gün. Amma ömür boyu buna davam edə bilmərik. Travmayla çalışan terapistlərin çoxsu bu nüansı kifayət qədər ətraflı şəkildə müzakirə edirlər ki, bir yerdən sonra bu sual yaranır ki, yaxşı indi nə edək? Bu sual yarananda tək cavabımız var ki, başınıza nəsə gələ bilər, həqiqi travma da gələ bilər. Şiddət də görə bilərsiniz. Savaşda əziyyət də çəkə bilərsiniz. Amma bunu düzəldəcək insan da sizsiniz. Heç kim sizin yerinizə, sizin əvəzinizə bunları düzəltməyəcək. Bu mərhələyə qədər gəlmək hər kəs üçün özbaşına mümkün olmaya bilər. Bəzən terapiyalarda, dəstəklərdə buna ehtiyac olur. Bu bəzən dost dəstəyi olur. Bəzən ailə dəstəyi olur. Bəzən iş yerində bu dəstək gələ bilir. Məsələn, elə bir müdirlə qarşılaşa bilərsiniz ki, həmin müdir sizi o iş yerində heç bir səbəb tapmadan dəstəkləyə bilər və siz uzun müddət yaşadığınız o psixologiyadan görürsünüz ki, artıq əvvəl kimi davranmırsınız. Yəni, terapiya hər zaman psixoterapevtin otağında olmur. Həyatın təbii axışında da müəyyən terapevtik, sağaldıcı təsirlər ola bilər və buna da icazə vermək lazımdır. Bu çox önəmli bir nüansdır. Deməli, yaxşı insanlar bizim şansımızdır. Onlar bizim həm də belə deyim ki, həkimimizə, bizi sağaldan insana çevrilir. Mən həmişə birinə nəsə arzulayanda sağlıq, xoşbəxtlik, ruzi, bərəkətlə yanaşı ən sevdiyim duadır. Deyirəm ki, Allah səni yaxşı insanlarla qarşılaşdırsın. Bu böyük şansdır. Yaxşı insanın həyatımıza toxunuşu, bircə cümləsi bəzən bizi düşdüyümüz o sorğu-sualdan xilas edir. Yəqin ki, bir dəfə bunlardan da danışacağıq. Dönək qurban psixologiyasına. Doktor, necə düşünürsünüz? Ailəmizin, böyüdüyümüz ailənin burada nə qədər rolu var? Yəni, bu, belə deyim, nəsildən nəsilə ötürülən bir hadisədirmi? Bu çox maraqlı bir sualdır. Maraqlı tərəfi iki şəkildə dəyərlənir. Biri ictimai bir şuurdan bəhs edir. Məsələn, bəzi millətlərdə belə bir psixologiya var. Heç uzağa getməyək, qonşumuz Ermənistan gətirir. Bu insanlar Anadoluda, Azərbaycanda, ətraf bölgələrdə olan öz vəhşiliklərini, öz qəddarlıqlarını, öz hardasa soyqırma bərabər davranışlarını, hardasa deyil, elə məsələn Xocalı soyqırma və yaxud da ki 1910-larda Anadolu türklərinə qarşı çox vəhşiliklər. Amma bu insanlar bütün dünya car çəkir ki, bizə soyqırım ediblər. Və illər boyunca da bunun altına sığınıb, bütün o vəhşiliklərini, o qəddarlıqlarını inandırmalıdır. Böyük bir ölkədir. Ölkənin belə bir psixologiyası var ki, bizi əzirlər. Bəli. Halbuki biraz tarixə baxanda görürsünüz ki, əzən özləri də elə. Yəni, qurban deyirlər. Əlbəttə. Qurban psixologiyasında bu nüans çox önəmlidir. Qurban psixologiyasına sahib olan insanların da bəziləri bu yanaşmanı, bu təqdim edilməni öz eləyəcəkləri içlərindən gələn yüksəlmək arzusu, uğurluq arzusu, məsələn, cinayət gələn bir çoxunda var. Məsələn, deyir ki, hamı düz yaşayır, öz uğurluğuna haqq qazandırır. Və yaxud da ki, müxtəlif cinayətlər ola bilər, fiziki şiddət ola bilər, təcavüz ola bilər, taciz ola bilər. Bunlar deyir ki, o da belə eləmişdi amma. Yəni, heç bir halda fiziki şiddət, cinsel taciz, cinayət, oğurluğu haqlı görə bilmərik. Yəni, bu olub desən, bunu eləyə bilərsən ki, bir anlayış ola bilməz. Sizin verdiyiniz sualda, ailə münasibətlərində, ümumiyyətlə, insanın normal psixolojik inkişafında bir mərhələdə qurban rolunda olduğunu düşünməsi o qədər də qeyri-adi bir vəziyyət deyil. Bu olacaq əlbəttə. Yəni, siz deyəcəksiniz ki, 3 yaşında, 4 yaşında uşaq olaraq mən filan yerə getmək istəyirəm, atanız deyəcək ki, gedə bilməzsən. Və siz deyəcəksiniz ki, mən acizəm, zəifəm, yetərsizəm, icazə vermədilər də. Və yaxud da deyəcəksiniz ki, şokolad istəyirəm, ananız deyəcək ki, yox, bugün cəzalısan, şokolad olmaz. Uşaq bütün dünya car çəksin ki, anam mənə şokolad vermir. Yaxın vaxtda belə bir video izlədim. Amerikadaydı deyəsən. Uşaq, yeniyetmə uşaqdır deyəsən. Uşaq polisə zəng eləyib ki, anam mənə televizor izləməyə icazə verir. Polis də qapıya gəlir. Şikayət varsa ki, yəni bu qurban psixologiyasının artıq yerləşdiyini göstərən bir nüansdır. Uşaq da elə 10 yaşında, 12 yaşındadır ki, yəni heç kim nədənsə məhrum edə bilməz. İstədiyi hər şeyi əldə eləməlidir
Onu əldə eləməyəndə də özünü zəif, əzilmiş, mobbinqə məruz buraxılmış və yaxud da ki, işgəncə edilmiş kimi təqdim edərək öz istədiyini əldə eləsin. Qurban psixologiyasının yaranmasında ailələrin uşaqlarla olan münasibətləri əlbəttə birinci faktordur. Yəni inkişaf travması deyə bir şeydən bəhs edilir. Yəni konkret hadisə yoxdur. Yetişkin travmasındakı kimi qəza oldu, o qəzanı xatırlayan kimi bir xatirə yoxdur. Bəs nə var orada? Amma o xatirəyə bərabər duyğusal yaşantı var. Yəni bir uşaq üçün anasının haqsız yerə şokoladını məhrum eləməsi, atanın haqsız yerə cəzalandırması, istəklərinin çoxunun reallaşdırılmaması, bir yerdən sonra mən önəmsizəm, mən dəyərsizəm, mənim istəklərimin önəmi yoxdur, mən haqsızlığa uğrayıram. Yəni burada bir ədalətsizlik var, inancı yerləşir. Və yaxud da yenə belə ailələri böyük ehtimal ətrafınızda görürsünüz. Ata uşağa sadəcə xəstələnəndə sevgi göstərir. Yəni uşaq bir yerdən sonra başa düşür ki, ata işə gedir, gəlir, məşğuldur, uşaqla çox maraqlanmır. Amma nə zaman yıxılır, ayağı qanıyır, xəstəxanaya aparır, yanında dayanır, nə bilim, heç normalda almadığı dondurmanın 10 qat pulunu xəstəxanaya yoxdur. Uşaq da deyir ki, o adam məni deyəsən sevir. Amma məni sevməsi üçün xəstələnməli, aciz vəziyyətə düşməli. Yəni uşağın dünyası bir fantaziya dünyasıdır da, orada bir düşüncə uydurur özü üçün. Özünü sevdirmək yolu tapır. Əlbəttə, uşağın ən önəmli sevgidir, qayğıdır, diqqətdir, mərhəmətdir, bağışlanmaqdır, biraz şıltaqlıq da aradasa. Bunlara icazə verim, amma bir yerə gedir. Bu ədalətli olmadığında insan içində hər zaman ədaləti bərpa arzusu var. İnsanın ən böyük ehtiyaclarından biri budur ki, bu başıma gəldi, niyə mənim başıma gəlir? Əgər o içsel qaynaqlar sevildiyini, dəyər verildiyini, başqa həyatdakı müsbət hadisələrlə onu kompensasiya edə bilirsə, onu aşır. Ən ağır travmalarda belə insanların, biz terapiyalarda bunu görürük, bağışlamaq üçün əgər həqiqətən imkanları varsa, bağışladıktan sonra bu inanç, özünü güclü hiss eləmə, ədalətə inanma, cəmiyyətlə təkrar inteqrasiya olma baş verir. Bu eyni şey, bu qurban psixologiyasına sahib olan insanlar üçün keçərli. Sadəcə hadisə yoxdur. Biz orada artıq terapiyada münasibət səviyyəsində hansı anlarda onu hiss edib, hansı anlarda o düşüncə, o inanc onda yerləşib ki, mən özümü aciz göstərməliyəm və mən özümü aciz göstərəndə kimisə yazığı gələcək, mənə istədiyimi verəcək. Doktor, bəs bunun fərqində olmayan insanlar varmı? Məsələn, mən belə adamlar tanıyıram ki, bütün günü nə vaxt görüşürüksə, yaşadığı problemlərdən danışır. Əzilməyindən, icazə verilməkdən. Məsələn, 50 yaşında bir qadındır, deyirəm ki, falan yerdə görüşək, deyir, atam icazə vermir. Ya ayrılıb və yaxud da ki, ailə qurmayıb, ailəsi ilə yaşayır. Və yaxud da ki, konsertə gedək, atam icazə vermir. Bunu xoşbəxt demir. Məsələn, elə insanlar var ki, bu vəziyyət onu narahat eləmir. Atasının sözü onun üçün qanundur, amma bu bütün günü bunun şikayətini edir və yaxud da ki, həyat yoldaşından və yaxud da ki, qardaşından, bir zaman sonra oğlundan, mən belə insanlar tanıyıram. Bu vəziyyət ilə barışmır, şikayət edir. Hətta belə deyim, artıq biz onunla görüşmürük də, bəzən bu hala gəlir, yoruluruq. Amma bu vəziyyətdə yaşamağa davam edir. Nə vaxt bəzi insanları da mən izləyirəm ki, bunlar da oradan da əzilir, haqları tapdalanır. Amma deyir ki, belə mənə rahatdır. Bunu necə müqayisə edək? Hansı qurbandır doğrudan da və yaxud da ki, hansı əslində deyil, özünü belə təqdim edir? Mən çünki bu suala cavab tapa bilmirəm. Bəli. Bu çox asan bir şey deyil. İnsanlar, ümumiyyətlə tanışdığımız bütün insanlar hekayəsinin tamamını sizə danışır. Və biz o hekayənin tamamını bilmirik. Hətta terapiyada 1 il, 2 il terapiyaya gələn insanlar belə, 2 il kifayət qədər yeterli bir zamandır və hər həftə gəlir deyək ki, 2 ilin axırında elə bir hadisə danışılır ki, sizin 2 il dinlədiyiniz bütün hekayə bambaşqa mənaya gəlir. 2 ildir şəxs gəlir və mən hər 45 dəqiqə dinləyirik. Uşaqlığını, keçmişini, gələcəyini, planını, dini inancını, ekonomik vəziyyətini, nə bilim, xəyanətini, hər şeyini dinləmişik. Amma 2 ilin axırında elə bir hadisə danışılır ki, yəni biz 2 ildir nə danışırdığı təkrar birlikdə sorğulamağa başlayırıq. Ona görə hekayəni biz hər zaman yarım dinləyirik, yarımçıq dinləyirik, əksik dinləyirik. Niyə? Özünə sərf edəni danışır, yoxsa hazır deyil deyə danışmır? Güvən itib.
dünyaya bir kere insanlara. güvəniniz itdi. O güvəni bərpa eləmək çox çətindir. Bəzi insanlarda o güvən təməldə o qədər güclü formalaşır ki, nə qədər o güvən itərsə itsin, onu öz-özünə təmir edə bilir. Yəni biraz eləmir ki, buradan qırılır, özü materialı çoxdur, onu yapışdırır, qırıqla da razılaşır, gedir güvənməyə davam edir. O elə idi, o elə olmayacaq ki. Amma bəzi insanlar bu həm inkişaf travması şəklində ola bilər, həm konkret həyat hadisəsi şəklində ola bilər. O güvəni itən bir insana bu da onlar kimi olacaq. Bu da mənim sözümü başqasına danışacaq, məni Bu da ittiham mənə xəyanət eləyəcək. eləyəcək. Bu da mənə qarşı ədalətsiz olacaq. Bunu hardan bilirik? Bunu terapiyalardan bilirik. Bəli. Yəni siz də məni yargılayırsınız. Çox eşidirik bu sözü. Mənə inanmırsan. Xüsusilə terapiya mağdurlarında. Mən hardan bilim ki, bunları sabah bir yerdə danışmayacaqsınız? Terapist olaraq sözləşmə imzalayırıq ki, Bəli. bunlar tamam. Amma o inanc yoxdur. Bəziləri isə oturduğu bir neçə seansdan sonra o inancı var, başqa problemlər var o insanların. Deyək ki, münasibət problemi və s. Rahatlıqla ən məhrəm sirlərini belə danışır, amma terapistlə danışır. Ailə üzvünə bunu danışmır. Güvən duyğusu var o insanın. Amma güvənəcəyi insanı bilir, seçmək istəyir. Amma bu dediyimiz bu qurban psixologiyasında və yaxud da ki, travma mağdurlarında heç kimə qarşı, dünyaya qarşı güvən yoxdur. Və bu dediyiniz nüansda ki, bu insanları necə tanıyaq, necə davranaq, bunlar çətin məsələlərdir. Mən şəxsi olaraq, yanaşma olaraq, ümumiyyətlə psixolojik problemlərdən və psixolojik diaqnozlardan stigma və yaxud da ki, kimisə çözmək üçün istifadə edilməsini tövsiyə etmirəm heç kimə. Çünki filankəs narsistdir, filankəs qurban psixologiyasındadır, filankəs mazoxistdir demək avtomatik olaraq bir stigmadır və o insanın düzəlmə şansını da əlindən alır. Sizin özünüz tərəfindən. Bütün, yəni ümumiyyətlə psixiatr deyilsə, kliniki psixoloq və yaxud da ki, psixoterapevt və s. deyilsə, əgər bu terminlərlə insanlara tanıyaq və onlara nəsə eləyək yanaşması hər zaman doğru nəticəni verməyə bilər. Dediyim kimi, hekayəni əksik bilirik, özümüzün o sahədə deyək ki, bir metodumuz ola bilər, inandığımız metod, amma elmi olaraq tam yanlış ola bilər və nəticədə həm iş yerində, həm insan münasibətində, həm deyək ki, ailə münasibətində bu problemli ola bilər. Amma sizi narahat edən şeylər, narahat eləyir, deyirsiniz ki, görüşmürük və s. Narahat eləyirsə, öz çıxarınızı güdməlisiniz. Yəni, hər dəfə oturursunuz, danışırsınız, hər dəfə də günahkar çıxırsınız. Və yaxud da ki, münasibət yaşayırsınız, bir müddətdən sonra ailə daxili münasibətlərdə bu sıx görülür. Problem olmayanca başda bir özünü qəddar, deyək ki, günahkar və yaxud da hətta narsist, həyat yoldaşım mənə narsist dedi deyə terapiyaya gələn şəxslər var. Özü narsistdir, həyat yoldaşı göndərən narsistdir məsələn. Belə nüanslar ola bilər. Bu manipulyasiya açıq mövzudur. Çünki ən həssas yerdən vurur. Mən zəifəm, acizəm, mağduram, sən məni əzirsən. Baxırsınız ki, yəni normal qəbul edə biləcək çərçivələrdə heç elə bir şey yoxdur yəni. Dolayısıyla özümüzü ondan qoruya bilərik ki, o mənfi enerjidən, o özümüzü aid olmadığımız kimlikdən sıyıra bilərik. O zaman ona bir şey demirik. Amma müdaxilə mövzusunda biraz həssas davranmaqda fayda var. Əgər biri ilə dostluqsa, onda biraz səbirli olmalıyıq, onu anlamağa çalışmalıyıq. Bacarırsınız. Bacarırsa. O vaxtda Fəhmin bəy, doktor, belə olur ki, empatiya hissin güclü olur. Və sən buna görə deyirlər ki, sən o qədər empatiya qurursan ki, artıq özün qurban vəziyyətinə gəlirsən, çıxırsan. Doğrudan da xoş məramlı olmaq, xoş xasiyyət, həlim xasiyyət olmaq, dözümlü olmaq insanı qurban roluna gətirib çıxara bilirmi? Empatiya hissinin çox olmağı. Bu empatiya məsələsi çox mübahisəli bir məsələdir. Çünki empatiya dediyimiz şey aktiv bir prosesdir. Pasiv bir proses deyil. Əgər pasiv empatiyası yaşayırsınızsa, siz şəxsən demirəm bu arada, bu ümumi profildə deyirəm. Empatiyası yaşayırsınızsa və pasiv şəkildə yaşayırsınızsa, burada bir özünüzdə problem axtaracaq. Buna bir empatiya yorğunluğu deyirlər bəzən. Belə bir yaygın bir anlayış var. Yəni, qarşı tərəfin duyğusunu oğurluyursunuz. Və yoruluruq. Qarşı tərəfin duyğusunu bir insan niyə oğurlayır? Adam acı çəkir. O onun acısıdır.
Siz o acını paylaşa bilərsinizsə əgər, bu funksional bir empatiya deyə bilərik buna. Yəni sənin acını az da olsa Hiss tanıyıram, sənin qədər hiss edə bilmərəm. Bu mümkün deyil. O sənin acındır. Mən elə bir şey, məsələn, biri vəfat edir, deyək ki, uşağımız vəfat edir, gənc yaşda, uşaq yaşda, sənin acını anlayıram. Anlaya bilməzsən. O acı onun acısıdır. Bəli. Yəni öz uşağın vəfat edirsə belə onu anlaya bilməzsən. Amma acını tanıyıram. Acı duyğusunu tanıyıram. O acının nəyə bənzəyə biləcəyinə dair bir fikrim var. Və buna müdaxilə edə bilərəm. Yəni o insanın acısını hafiflətməyə, onu düzəltməyə, ona kömək eləməyə yönəlmiriksə, yanında ola bilər. Ondan uzaq duracaq. O empatiya deyil. O özünə mazoxist bir həzdir. Yəni empatiya əgər sənin acını yaşayıram, onun qədər ağlayıram. Bu empatiya olmadı ki. Siz onun duyğusunu uğradınız, özünüz yaşadınız. Onun duyğusunu qısqandınız hərdəsə, acısını qısqandınız. Bu qurban psixologiyasıdırmı? Qurban psixologiyası deyil, amma mazoxizm deyəcəyik buna. Qurban psixologiyası nə zaman olar? Birisi acısından danışır, siz elə böyük acıdan danışırsınız ki, Biz sən sus. yəni rəqabətə girir. Yəni adam bir acısını danışır, onu paylaşacaq. Mənim acım səninkindən böyükdür. Məsələn, bunu xəstəxana koridorlarında çox sıx görürük ki, xəstələr öz aralarında danışanda mənim falan xəstəliyim var, mənim falan xəstəliyim də var. Hətta mənim qaynımın falan xəstəliyinin falan şeyi də var. Tamam, adamın acısını dəyərsizləşdirir. Adam bir acısı var idi. Ona mesela dinlə 5 dəqiqə falan. Yəni burada nəyi vurğulamaq istəyirəm? Empatiya aktiv bir prosesdir. Məsələn, yas yerlərində birisinin yaxını vəfat edib, gedirsiniz orada, hətta qadınlar ağlayırlar, kişilər bir-birinə dəstək olurlar, üzgün görünürlər, hətta qohumlar üçün saqqalı. Amma o orayla sınırlıdır. Başqa yerdə deyib ki, bəylənə bilərsiniz. Amma filankəsin yaxını vəfat edib deyə dərin depressiya girib, yasa girib, onunla sanki yaxını ölmüş kimi yaslanmaq, bu artıq o acını qısqanmaq mənasına gəlir. O zaman qurban psixologiyasını bəhs edə bilərik ki, sənin yaxının ölüb acı çəkirsən, mənim yaxımın ölüb, mən səndən daha çox acı çəkirəm. Burada belə bir nüans fərqlilikləri ola bilər. Doktor, bəs hansı yaşda artıq siz də görmüsünüz ki, barışıb öz həyatı ilə, komfort zonadan çıxmaq istəmir. Belə bir ailədə yaşayır ki, hamı onun doğrudan da əzildiyini görür, doğrudan da heç bir hüquq verilmədiyini görür. Bu bəy də ola bilər, xanım da ola bilər. Fərqi yoxdur. Amma ondan çıxmaq istəmir. Artıq deyir ki, mənə belə xoşdur. Heç pis deyiləm, sən mənim dərdimi çəkmə. Burada vəziyyət necədir? Xoşdursa heç nə eləyə bilmərik. İnsanların seçim haqqı var. Qurban psixologiyasını yaşamaq istəyənlərin də haqqı var. Əgər o insan belə yaşamağı seçibsə, siz bunu fərq elədiniz. Hamımız bir varoluşuq, hamımızın bir haqqı var, söz demək haqqı, ifadə haqqı. Mən bunun sənin üçün doğru olduğunu düşünmürəm. Amma onun o vəziyyətdə olması sizi narahat edirsə, o da bundan məmnundursa, yollar ayrılacaq. Kim olursa olsun, qohumdursa görüşməyə bilərsiniz. Ailə üzvünüzdürsə biraz daha məsafəli ola bilərsiniz, qardaş, bacı kimi. İş yeridirsə deyək ki, iş yerində bir müəyyən professional. Çünki insanların seçim haqqına hörmət etmək lazımdır. Bir nüans çox önəmlidir, çox vacib. Terapiyada da bu çox vacib nüanslardan biridir. Bir insan qəbul edilən çərçivədə travmaya məruz qalırsa, məsələn, fiziki şiddətə məruz qalır, məcburi narkotik istifadə elətdirilir və yaxud da ki, iş yerində istismara uğrayır. Siz bunu görürsünüzsə, əgər şəxs deyirsə ki, mən bundan məmnunam. O mövzuda biraz daha cəsur olub, qarşı tərəfi xəbərdar eləməkdə fayda var. Çünki öyrənilmiş çarəsizlik deyilən yenə dırnaq içində bir anlayış var ki, bir yerdən sonra insan özü üçün belə nəyin doğru olduğunu anlamaya bilər. Amma bu onu məcbur eləmək, israr eləmək şəklində olmamalı. Sadəcə xəbərdar eləyib, agah eləmək şəklindədir ki, hal-hazır ki, vəziyyətdə fiziki şiddətə məruz qalırsan və bu qəbul edilən deyil. Döyülürsən, olmaz. Terapiya şəraitində məsələ bunu get, boşan, ayrıl, məhkəməyə ver demək doğru bir yanaşma deyil. Çünki o insanın tutunacağı tək şey həyat yoldaşı ola bilər və o münasibətin təmirinə çalışmaq lazımdır. Bir müddət bunu gündəmdə tutmaq, daha uyğun alternativ həllər fikirləşmək lazımdır. Ümumiyyətlə, belə bir anlayış var ki, psixiatriyada ki, hər simptom, hər sıxıntı insanın edə biləcəyi ən yaxşı şeydir. Yəni, bir insan bir vəfat qarşısında depressiyaya girirsə, ruhsal strukturunun tapa bildiyi ən yaxşı həll odur. Amma bu ən yaxşı həll hər zaman ən effektiv olmaya bilər.
Mesela intihar da buna daxildir da, yəni bir insan problemləri qarşısında o qədər aciz, çarəsiz, yetərsiz, ümidsiz hiss edə bilər ki, ən doğru yolun intihar olduğunu düşünürlər. Amma bu demək deyil ki, o doğrudur. Həmin şəraitdə kənar müdaxilələr şərtdir. Ona görə biz belə şəraitlərdə, xüsusilə travmalarda, xüsusilə bu intihar vəziyyətlərində məcburi xəstəxanaya yatış, məcburi müalicə təklif edirik ki, bu ruh halı keçəndən sonra o hələn doğru həll kimi görünmür. Artıq kənara dönüb baxanda deyir ki, bu qədər ildir bunu niyə icazə vermişəm? Hətta gülərək baxırız keçmişinə ki, biraz istəyəsən ki, buna necə icazə vermişəm? Çünki bu məntiqli deyilmiş. Dolayısıyla bu vəziyyətlər arasında bir fərqlilik qoymaq lazımdır. Amma deyək ki, hamıya fədakarlıq edir, uşağına fədakarlıq, qohuma fədakarlıq, hər gələnə belə böyük xidmətlər edir. Harda kimin əksiyi var, xəstəxana işi var, gedir onunla maraqlanır və bundan zövq alır. Biraz şikayət edir, amma eləməyə də davam edir. Bu qəbul edilən bir qurban psixologiyasıdır ki, özünə hörmət qazanır, başqalarına faydalı olur, amma biraz da əziyyət çəkir. Biraz onun şiddətini azaldırmalıyıq. Onu tamamilə dəyişib başqa insana çevirmək, yönləndirmək də doğru olmaz. Ümumiyyətlə elə insanları heç dəyişməyək. Bəzən onların varlığı bəlkə də özlərini incidir, amma ətrafda xeyli insana xoşbəxtlik gətirir. Sadəcə bəzi insanlar var ki, heç o dediklərinizi də etmir, amma edirmiş kimi göstərir. Məsələn, tutaqlım ki, hər gün kiminsə evinə getmək, evində xəstəsi olan bir adamın hər gün yanına getmək heç ev yiyəsinə də xoş deyil. Amma bu həm gedir, həm özünü qurban kimi aparır, həm də bundan şikayətlənir. Bu vaxt yorur, təkcə özünü yox, elə ətrafını da. Məni şəxsən bu adamlar çox incidir, sözün açığı, və məcbur uzaqlaşıram. Dözümlülüyüm bir qədər zəifləyir orada. Doktor, xilas yolu, məsələn, artıq anlamışam ki, yox, bir şey qaydasında deyil, mən əzilirəm. Bu uşaqlığımdan gələn bir travmadır. Sonra da elə bir ailəyə getmişəm, elə bir işə düzəlmişəm ki, mənim bu zəif nöqtəmi görüblər və bundan istifadə edirlər. Ya işdə, ya düşdüyüm ailədə, ya elə dost münasibətində, ya təhsil aldığım ocaqda davam edir məni əzmək, əzilməyim davam edir. Amma çıxış yolu axtarıram. Özüm özümə bunu necə bacararam? Sizdən kömək istəmirəm, hələ buna hazır deyiləm, amma artıq fərqindəyəm. Hardan başlamalıyam? Ya, fərqində olmaq məncə elə başlanğıcın xətti fərqindəliklə. O rüşeyimdir artıq. Bəli, əlbəttə, o toxum ora düşəcək ki, deyəsən bir şeylər yolunda getmir. Bir şeylərin yolunda getmədiyini başa düşdükdən sonra bu tamamilə sizin digər xarakter xüsusiyyətlərinizə bağlı. İnsanların problemlərlə baş etmə metodları çox fərqlidir. Bu klassik 3 dənə metod var da, bir qaçacaqsan, savaşacaqsan, yaxud da ki, donub qalacaqsan. Qurban psixologiyası və travma donub qalmaq reaksiyasıdır, hərəkətsizlik anıdır. Hardasa canlı ölü halıdır. Yəni, nə qaçıb oradan uzaqlaşır, nə də qalıb mübarizə aparıb həll yolları axtarır. Təkrardır, təkrar davam edir orada. Biraz əvvəl o dediyiniz xəstə birisinin evinə getmək həm narahatdır, həm getdiyi yeri narahat edir, həm də eləməyə davam edir. O zaman bunun kimə nə faydası var? Bu tamamən bir donma reaksiyasıdır, yəni təkrarlayan, elə bilin ki, bir otağın içərisində fırlanırsınız. Bəli. Bundan daha pis nə ola bilər? Narahat verici, bundan daha insanı özünü dəyərsiz hiss etdirici nə ola bilər? Yəni burada bu 3 metodu xatırlasaq, bacarırsınızsa əgər biraz o mühitdən, o şəraitdən uzaqlaşmaq, yeni münasibətlər, yeni şəraitlərə addım atmaq, hətta bəzən tətilə çıxmaq işə yarayır. Məsələn, deyək ki, uzun müddətli bir tətil götürən bir insan, deyək ki, 2 aylıq tətil götürür, o iş yerindən ayrılır. Dünya başqa şeydir, mən 10 il deyən yerdə işləyirəm, 20 il deyən yerdə işləyirəm. Dünya dəyişib, imkanlar dəyişib, şəraitlər dəyişib, münasibətlərini biraz canlandıranda görür ki, fərqli kanallar var, fərqli yerlərdə də imkanlar var. Və yaxud da ki, ailə münasibətlərinə fikir versək, məsələn, boşanma ərəfəsində olan insanlara təkliflərdən biri ki, bir müddət ayrı yaşamaq heç də pis fikir deyil. Yəni, bir dəqiqə gedib ərizə yazıram deyəsən, mən bir ay ayrı yaşayım. Bir ayrı yaşanda görür ki, nə qədər evliliyinin müsbət tərəfi var imiş. Özünü orada qurban rolunda çıxış edir ki, mən filan əziyyət çəkdim, filan şey olur, filan şey olur. Amma biraz kənara çəkiləndə, bir ay deyək ki, 2 həftə, bunun 10% olduğunu görür. 90% o qədər çıxar var ki orada. O 10% artıq katlanılabilir gəlir. Və onlar haqqında danışıb daha uyğun həllər tapıla bilir. Dolayısıyla burada mühitdən biraz uzaqlaşıb, biraz məsafə qoymaq, biraz təkrarı dayandırmaq sadəcə, yaxud da ki, başına bir şey gəlirsə ona biraz məsafələnmək, məncə işin başlanğıcıdır. Terapiya bu mövzuda
bahalı bir metoddur, bilirik, uzun müddət çəkir, onu da bilirik. Bunun bir alternativi də hardasa. Yəni bir yerə gedirsiniz, o yerdə dünyaya dair siz ürəyiniz istəyən kimi danışırsınız, qaçdığınız şeylərlə qarşılaşırsınız və avtomatik olaraq məsafələnirsiniz. Bir şey haqqında uyğun həllər fikirləşmək üçün məsafələnmək lazım. Əks təqdirdə eyni şeyi təkrara davam edir. Fəhmin bəy, qurban psixologiyasında olan insanların məsuliyyətdən qaçdığını demək olarmı? Yəni belə bir ittiham eləyə bilərikmi ki, sən cəsarətdən qaçırsan, belə deyim, əlini daşın altına qoymaqdan qaçırsan? Bir şeydən qaçdıqları dəqiqdir. Bəli. Amma bu məsuliyyət demək olmaz. Çünki problemi həll eləmək cəhdidir bu. Bu məsuliyyət almaqdır, deyil mi? Yəni deyək ki, özünü qurban roluna salır ki, nəyisə əldə eləsin. Yəni pasiv aqressiya deyirik də buna. Yəni əslində bir nəsə eləmək istəyir, arzusu da var, istəyi də var, metodda problem var. Daha başqa şeylərin, daha özünü günahkar çıxacaq şeylərin məsuliyyətini almır desək doğru ola bilər. Amma yəni ümumiyyətlə məsuliyyətdən qaçmır. Məsuliyyət alır yəni tamamilə barışmayıb, amma metod olaraq qurban roluna girib qarşı tərəfi günahlandırıb həll eləməyə çalışır. Halbuki biraz günahkar olacağını, biraz əksik olacağını, hər şeyi əldə edə bilməyəcəyini, heç də hər yerdə ədalətsizlik olmadığını gördüyü zaman artıq o zaman həqiqi aktiv məsuliyyəti öz üstünə ala bilər. Yəni passivi aktivə çevirmək kimi düşünün. Sağala bilirlər. Əlbəttə, yəni bu qurban psixologiyasında olan insanlar sağalma ehtimalı çox yüksək insanlardır. Yəni bunlar elə qarşı tərəfə zərər verən, oğurluq eləyən və yaxud da nə bilim cinayət işləyən və ondan özünü məhrum eləyib bu insanlar. Yəni bunlar ya zəmin hazırlayır, bunları eləmək üçün, içində belə bir arzu var, istək var və yaxud da nə vaxtsa belə bir şey olub, qarşı tərəfi günahlandıraraq öz günah balansını artırır. O kütləvi hadisələr üçün də keçərlidir bu. Amma uyğun şəkildə yanaşmaqla, ədalətli olan inancını bərpa eləyərək, öz güclü tərəflərinin fərqinə varıb, zəif tərəflərini inkişaf elətdirərək bir yerdən sonra həm həqiqi travmalar, həm inkişaf travması yaşayan insanlar kifayət qədər effektiv və cəmiyyətin özünə də faydalı ola bilər. Yəni. Doktor, belə yekunlaşdırsaq, qurban psixologiyasında olan insanlar ilk nədən başlamalıdır ki, ilk addım nə olmalıdır ki, artıq mən inanım ki, yox, bunda bir dəyişmə var. Deyəsən, xilas olacaq, özünü xilas edəcək. Bu qarşı tərəf üçün soruşur, yoxsa insan özü üçün soruşursun bunu? Yəni mən izləyəndə əmin olum ki, onda bir işıq var. Hər zaman elədiklərindən fərqli, kiçicik bir işarətı belə görürüksə əgər, bu bizim üçün yetərlidir. Yəni bizə bir qığılcım versən, biz onu alova çevirə bilərik yəni. Bu hamımız üçün keçərlidir. Terapiyada bu biraz daha sürətli olur, amma ümumi olaraq bir insan mən beləyəm, dəyişmək istəyirəm, amma hələ necə eləyəcəyimi bilmirəm, fikrini heç olmasa bir işarət olaraq bizə versə, oradan tutub getmək olar. Yox, mən beləyəm, düzəm, hamınız səhvsiniz, belədir deyən insan qatıdırsa, sərtdirsə, birinci o divar qırılmalı. Ona görə biraz əvvəl dedim ki, 2 il terapiyada bəzən sadəcə divarda bir dəlik açmaq üçün. Çünki o divar o qədər qalın ola bilər ki, və yaxud da ki, biz dəlik açdığımız yerdə pasiyent bizə göstərir ki, burada qapı var. Halbuki gizlədib, başqa yerdən gizlədib onu, hörüb üstünü, biz bilmirik axı, yəni, biz yoxlayırıq belə-belə, deyir ki, yoxdur, burada qapı var, buradan gəlin. Güvənli bölgədə gizlədib onu. Dolayısıyla bu belə bir azıcıq ümid, dəyişməyə dair, fərqli olmağa dair, problemin həllinə dair azıcıq bir ümid olması kifayət. Bəs qorxmalıyam mı? Öz adımdan deyirəm, sizin işiniz bu cür insanları, sizə müraciət edənləri dinləməkdir və yaxud da ki, onlara yol göstərməkdir. Amma mənim belə bir missiyam yoxdur. Mənim deyəndə bütün bu sahənin insanları olmayan, başqa fərqli insanların belə bir missiyası yoxdur. Nəsə etmək istəyirik. Fikirləşirsən ki, bax bu şiddətə məruz qalır. Bəlkə 3 dəfə artıq deyəsən və yaxud da ki, artıq 40 yaşında qadın ata-anadan icazə almalı deyil, öz qərarlarını verməlidir. Nəinki 40, daha az məsələ. Və yaxud da ki, bu iş xoşbəxt etmir bunu. Qoy ona bir başa salım ki, çıxmalıdır. Nəticə qorxulu ola bilirmi? Ola bilər, münasibətinizi itirə bilərsiniz. Yəni maksimum budur. Bu yenə ikili bütün münasibətlər üçün keçərlidir. Məsələn, həmin insan sonra öz qurban vəziyyəti üçün darıxırmı? Heç belə bir şeylə rast gəlmisinizmi? Mən ondan qorxuram. Çünki insanın biraz əvvəl onu deməyə çalışdım. İnsanın problemi
hani köhnədən belə bir sözdə var, dərdsiz qalmayasan. Yəni Dərd uydurmaq adında bir şey var. insan tanıdığı dərd ona ən doğma olan şeydir. Yeni attığınız addım sizi elə böyük dərdlərlə qarşılaşdıra bilər ki, köhnəyə deyirsiniz ki, şükür eləyirsiniz ki, yəni bu nə idi ki? Dolayısıyla bir şeyi, bir daşı yerindən tərpətmək, bir mövzunu dəyişmək, bir münasibətə müdaxilə etmək o qədər asan bir şey deyil yəni. Bu məsuliyyəti ala bilirsinizsə əgər, bu yenə müdaxilə etmək istəyən insanın öz fərdi keyfiyyətlərindən əlaqədardır. Dəstək ola biləcəksinizsə əgər, çətinliyində yanında olacağın. Çünki siz elə bilərsiniz ki, ona 6 ay kömək eləyirsiniz, bir ay sonra tükənə bilərsiniz yəni. Deyirsiniz ki, daha özün bilərsən, yaxşı elib sənə belə olub. Dediyiniz anda yəni fəlakət üstünə fəlakət. Zaten qurban idi, bir də siz qurban elədiniz. Travma üstünə travma, vəziyyət daha da kontroldən çıxa bilər. Ona görə bunlarda biraz həssas davranmaq lazımdır. Həm öz qabiliyyətimizi, həm həmin şəxsin qabiliyyətini nəzərə almaq lazımdır. Birisinin həyatına müdaxilə etmək elə asan bir şey deyil. O tamamilə müdaxilə edənin imkan və qabiliyyətlərindən əlaqədar. Biz terapistlər bu mövzuda çox çəkingənik, çox ehtiyatlıyıq, xüsusilə travma və yaxud da ki, bu qurban psixologiyası olan inkişaf travması yaşayan insanlarla cəsur olmaq o demək deyil ki, hər şeyi gözə almalıyıq. Qəbul edilən səviyyədə və uyğun anlarda o həmlini eləmək lazımdır. Əslində bizim bu söhbətin niyyəti də kiminsə həyatına, kiminsə yaşamına müdaxilə eləmək deyil. Biz sadəcə istəyirik ki, professionallar bizi narahat edən və ətrafımızda olan insanları narahat edən mövzulara aydınlıq gətirsin. Bugün qurban psixologiyası haqqında danışmağa, bu haqqda suallarımıza cavab tapmağa çalışdım. Mən tək deyildim, çünki mən bu sualın cavabını tapmaqda aciz olduğum üçün həmişə beynimdə çoxlu suallar canlanıb. Amma xeyli sualıma cavab tapdım. Mən düşünürəm ki, sizin içinizdə də, aranızda da suallarınızı cavablandıran və qorxunuza qalib gəlmək üçün cəsarət tapan insanlar oldu. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirəm dəvətiniz üçün. Əgər mövzumuzla bağlı demək istədiyiniz bir stat, bir ana fikir varsa, mütləq onu da deyin ki, bizi izləyənlər sizin bu fikirlərinizdən də məhrum qalmasın. Maraqlı mövzuydu, maraqlı suallar təşkil etmişdiniz. Mənim üçün maraqlı bir söhbət oldu. Təşəkkür edirəm öncəliklə dəvətiniz üçün. Yəni hər zaman bir bu işin mütəxəssis olaraq, bu işlə az-çox məşğul olan bir insan olaraq insanların professional dəstəklərini gecikdirməmələrini xatırlatmaq istəyirəm ki, əgər bir yerdə işlər yolunda getmirsə, bir müayinədə, bir seansda, bir professionalın gözündən necə görünürsünüzü gecikdirmək qaynaqların pis istifadəsi mənasına gəlir. Əgər işlər yolunda getmirsə, bir dəfə heç olmasa bir professionaldan dəstək alın demək istəyirəm. Yenidən görüşəcəyik yeni addımda. Bugünkü addımımız özünü yaxşı hiss etməyən və yaxud da ki, qıraqdan narahat görünən insanlara, qurban psixologiyasında olan insanlara həsr olundu. Mənim tək arzum odur ki, ətrafımızda sevdiyimiz insanlar arasında əzilməyə, ikinci olmağa dözən insanların sayı azalsın. Cəsarət heç də çətin addım deyil. Yenidən görüşərik.